Efsanevi Tomeris bizim eradan əvvəl 570-520-ci illərdə yaşamışdı. O, Sak və Masagetlərinin tayfa başçısının qızı idi. Körpə yaşında anasını itirmişdi. Atası onu tərbiyə edərək öz yerinə hazırlayırdı. Tomeris uşaq dövründən cəsur və qorxmaz idi. O, qonşu tayfa başçısının oğlu, qəhrəman Rüstəmə ərə getmişdi. Onların Spargapis adlı oğulları doğulmuşdu. Atası öləndən sonra Tomeris bütün köçəri qəbilə və tayfaları birləşdirərək rəhbər oldu. Tomerisin qəhrəmanlığının sayı hesabı yox idi. Bu möhtəşəm kirə gedib çatmışdı. Ərdə olmasına baxmayaraq o Tomerisə elçi göndərmişdi. Tomeris kirin hiləsini anlayıb elçiyə demişdi ki, o kəniz deyil, azad xalqının başçısıdır. O zaman Kir Tomerisin oğlu Spargapisi tələyə salıb əsir götürmüşdü. Anasına təzyiq olmasın deyə oğlan özünə qəsd etmişdi. Tomeris oğlunun intiqamını döyüş meydanında aldı. Kiri öldürdü. Özü də döyüşdə həlak oldu.